的 modeli。最豪华的一款电车了，目前。我觉得性价比这个价格。如果是考虑家用，其实8也可以，但是这个是更加经济一点。8它现在加最高。这是哪个店89。Size göstermiştim şeyde. Başkasının bir videosu. Şimdi bunu yerinde görmek nasip oldu. Çok elinde şeyi var. Müzik şeyleri, dinamikler ne kadar dinamikleri. Bunda şey panoraması sporuşun oydular. Bir ekran yarı değil. 对啊，提了我们直接3月3出发。这也是就是说，它去年9月2号出的，但是也一直到现在。Görüşürüz. Belli. Tekerler. Gitarı. 可以给按摩吗？这里可以按摩一下。Çimelim altında dedi. Tak. Ya Allah. Evet. Bu Çin bazıları üçün en bahalı maşınlardan ve en çok tercih edilen markalarından biridir. Əsasən Çində moddadır. Çünki bunun zapravkaları addenlidir. Bu batarikası dəyişilir 3 dəqiqə içində. 3 dəqiqə içində bunun batarikaları dəyişir. Basan kimi qapı örtülür, torumuzu basan kimi. Tamam. Rolu da ki 4 günçlü paş düşdü o. Görürsünüz. Ondan sonra canım desin. Kocası fərqlidir. Baduşkası var. Ekran splaşnoydu. Nazik. Ve ana ekranda buradadır. Hem bunun fərqli olan cəhətlərindən biri də bunun bax splaşnoydu. Ortadan gedir sadəcə. 6 yerlikdir. 6 yerlikdir. Dinamik sistemləri çoxdur. 1, 2, 3, 4 hər qapıda gördüyünüz kimi. Ondan sonra o da danışır, səndən tanıyır. Neonun yapay zəkasıdır, yardımcısıdır. Ondan sonra canım desin. Gözəl, bahalı maşındır. Deməli, şeylər burada C900'dür də, 9'dur. Yəni digər M9 kimi, D9 kimi, yəni flagmanıdır. Bunlar genellikle 70-80 bin civarında. 叫你妈涨1000块，100万拿下。 Gözü açır qapını. Kapı da avtomat açılır. Bagajda sunkası da var. Yerleşik tent var. Təbiətə istirahət etmək üçün. 多少钱呢？这台42万到65万。Neyse. 这不算，什么时候算？还送微信邮箱。大概5月中的时候有试驾。Bunun ən çox Çində tərcih edilməsinin ana nədəni 3 dəqiqə içində zapravkanı gözləmədən baterikanı avtomatik içindən də düşmürsən. Çıxırsan bir dənə platformanın üstünə, avtomatik dəyişilir baterikası, yoluna devam edirsən. Boşu verirsən, doğrunu götürürsən. Bu isə onun 8-idir yan tərəfdəki. Gözəl. Xoşum gəldi.
Çox texnoloji bir şeydir, markadır.